Hamınıza uğurlar arzulayıram. Bəli Teymur bəy, biz bir ildə bütün dünyada yeganə bir ilk yaratdınız ki, internet yolu ilə səs vermə bu bütün dünya herkes bunu gördü. Burada real təmiz bir seçki olduğunu göstermiş oldunuz. Bəziləri yazdılar ki, bunun nə xeyri var? Bu internet yolundan bu seçkinin, bu parlamentin xeyri nədir? Bunun faydasını hələ anlamayanlar anlasınlar ki, bu az bir faydası yoxdur. Bu geri gələndə ölkədə seçki saxtakarlığı eləyənləri məcbur edib diz otuzduracaq ki, siz də belə bir sistemlə seçki keçirin, real seçki olsun, saxtakarlığını deyil. Bəli, biz bir ildə Azərbaycan Xalq Parlamenti böyük işlər gördüyü bir ildən artıqdır. Bunun bu günləri Türkiyədəki gələn bu dəstək, təkliflər, təbriklər gerçəkdən də təqdirə layiqdir. Buna hamımızın əməyi var burada. Bu demək olar ki, mən deyərdim ki, qısa bir müddətdə nəinki Türkiyə bütün dünyasını, bütün dünyanın demək olar ki, Xalq Parlamentini tanıyacaq və buna dəstək olacaq. Mən buna əminəm. Biz daha da çalışmalıyıq, daha da işlərimizdə ciddi yanaşmalıyıq. Necə ki, yanaşırsınız, buna söz yox, əlbəttə əziz çəkisiz gecə gündüz. Düzdür, mən biraz kənar qalıram, sizə dəstək verə bilmirəm. Bugün indi mən də yenə ikinci dəfə seçimə aday eləmişsiniz, təşəkkür edirəm. Fürsətdən istifadə edib indiyə qədər heç çıxış eləməmişəm. Mən də o istəyirəm dostlarımdan, mənə inanan, güvənən dostlardan. İnşallah səhətim yerinə gəlsin. Mən də əlimdən gəldiyi qədər xalqım üçün, vətənim üçün nə isə gərəkəni etməyə hər zaman hazıram. Mən Azərbaycanın əskəriyəm. Azərbaycan torpağının, Azərbaycan xalqının bir əskəriyəm və hər zaman əlimdən gələni etməyə hazıram. Eyni zamanda fürsətdən istifadə edib Murad bəy təbrik edirəm. Ona can sağlığı, bu yolda uğurlar arzulayıram. Bəli, onun da gəlib bizə qatılmasında böyük partiyamızın, bu təşkilatımızın, bu Azərbaycan Xalq Parlamentinin daha çox tanınmasına səbəb oldu. Bunun üçün ona böyük təşəkkür edirəm. Çox böyük təşəkkürlər düşür. Çünki bunda onun əməyi az deyil. Eyni zamanda burada hər birinizin əməyi var. Hər birinizin əməyinə sağlıq. İnanıram ki, realiyə doğru bu bizim Azərbaycan Xalq Parlamenti gerçəkdən də çox böyük qələbələrə nail olacaq və mən buna arxayınam və güvənirəm. Sadəcə bilirsiniz, səhətimlə bağlı mən burada əlimdə böyük şanslar var idi. Yəni, onları dəyərləndirə bilmədim. Mən də daha çox burada müxalif parti ilə əlaqələrim var. Onların başkanlarla görüşmüşəm, bir neçəsi ilə. Yenə mənim burada böyük bir dəstəyim ola bilərdi. Sağlığımla bağlı məni dəvət etdilər, tədbirlərinə gedə bilmədim, ola bilmədim. Bunun üçün deyirəm, mən biraz bu vardı, zəif qaldım. İnşallah sağlıq əsas problem, bilirsiniz ki, sağlığım düzəlsin. Əlimdən gələni edəcəm, xalqım üçün, son nəfəsimə qədər, vətənim üçün, bu hakimiyyətdən qurtulmaq üçün, xalqımın rifahı üçün, gələcəyi üçün, azadlığı üçün etməyə hər zaman hazır olacağım. Bugün Azərbaycan xalqının nələr çəkdiyini hamımız görürük, bilirik. Bizim Ermənistan Azərbaycana neft alır, bir Azərbaycan oraya neft verir. Bugünləri Ermənistan torpağı öz uşağına $135 hər ay 18 yaşına qədər maaş verir. Azərbaycan uşaqlarına bir qara qəpik verilmir. Azərbaycan uşaqları bugünləri zibil yeşiklərlə gedib həyatda qalmaq üçün oradan tullantılar toplayırlar ki, gedib onun saçına 5 manat pul qazansınlar. Ailəsinə mi kömək olsun, özünün ehtiyacını mı görsün. Bax, buna görə mən bu günləri, bu mübarizədə hər zaman varam. Xalqımın hər zaman yanındayım. Xalqım üçün canımı ölmə belə getməyə hazıram. Eyni zamanda bizim Azərbaycanda səhiyyə sıfır. Azərbaycan səhiyyəsi insanları məhv edir. Bəli, başdakı məmurların özlərinin parası var, pulu var. İstədikləri Avropa dövlətlərində, İsraildə, hər yerdə gedib tədavisini görür, müalicəsini olur. Amma Azərbaycanda məhv edirlər. Ən çox da mən hal-hazırda onkoloji xəstə olaraq bildirmək istəyirəm. Azərbaycanda bugün mənim bu vəziyyət düşməmin səbəbkar Azərbaycan hakimiyyətidir, Azərbaycan səhiyyəsidir. Mənim bir səhiyyə kim gedirsən, oturursan xəstəxanada həkimə, həkim sənə bazarlıq eləyir əməliyyat parasını. Onda oradan hansı mənfəət, hansı sağlığı gözləyirsən və geri müalicələrin üçün sənin maddi durumu yoxsa edəmirsən, bugün mənim kimi vəziyyət düşürsən. Azərbaycanda nəyə görə onkologiya tibbi sığortaya aid deyil. Bütün dünyanın hər tərəfində Türkiyə böyük devlətdir. Türkiyə kimi devlətdə
85 milyon nüfus var, 5 milyon da burada qaçqın var, Suriyalısı var, 90 milyon nüfus var hal-hazırda Türkiyədə. Amma sığorta, onkologiya sığortaya daxil olubdur. Sığorta ilə tədavi görürlər, tədaviləri olur. Azərbaycan niyə eləməsin? Azərbaycanda 11 min deyil, 6 milyon nüfus qalıb. 5 milyon əhali yoxdur, Azərbaycan tərk edibdir. Bu mənfur hakimiyyətin əlindən. Biz bu günləri Azərbaycanda səhiyyədə gənc uşaqlar artıq bu onkologiya yaşı getdikcə çox aşağı düşübdür. Az yaşlı uşaqlar hamısı onkoloji xəstədirlər. Buna da səbəb Azərbaycana gələn məhsulların, Azərsunun keyfiyyətsiz, vaxtı keçmiş, tarixi keçmiş zəhərli maddələri insanlar bugün o xəstəliyə salır. Mən bunu yazmışam. Mənim profilimdə girin, baxın, mən artıq bunlara qarşı mübarizə aparacağım. Mən inşallah, mən söz vermişəm, yazmışam da, əgər ayağa qalxıb Azərbaycana dönüb, mən onların o rahatlığına duz biber tükəcəm. Onları rahat oturmağa qoymayacağım. Azərbaycanda nə qədər onkoloji xəstə var, yığacam onkologiya mərkəzinin önünə. Yetər artıq. Yetər illərdir bu insanların qanını əmdiniz. Evini satdırdınız. Banka məcbur etdiniz insanları. Can şiriş yedi. Gedir bankdan kredit götürdü. Faiz günən Lambarda getdi. Buradan ki yaşasın. Gətirdi. Yediniz paralarını insanları mağdur duruma qoydunuz. Yəni insanlara heç bir köməyi də olmadı. Bu yaxınlarda bir dənə mənim ən yaxın dostum Sevil xan da tanıyır. Bizim Mübariz xanımızla Şama Məliyeva da keçən ayın 12-sində rəhmətə getdi. O da onkoloji xəstə idi. Mən onunla təmas qururdum. Onu səhiyyə püskünə qoydu. Qadın evini satdı. Bu evi də getdi, canı da getdi. Evini satdı, verdi onlara, amma heç bir faydasını görə bilmədi. Gənc qadın, mübariz bir xanımımızı itirdik bu günləri biz. Eyni zamanda görürüz ki, hər kəs görür sosial şəbəkədə Əvəz Zeynallı kimi dəyərli jurnalistimiz, Xural TV-nin sahibi bu günləri mücadilə edir, ayaqda durmaq üçün öz kitablarını gedib o xəstələrlə Elmlər Akademiyası metrosunun üstündə, bağında satır oradakı, oradan gələn gəlirlə gəlsin tədavisini eləsin, müalicəsini eləsin. Nəyə görə bunu bu vəziyyətə salır bu hakimiyyət? Biz buna nə vaxta qədər susmalıyıq, nə qədər biz buna göz yumacağıq? Ölkənin zaten sərvətinə bizə haqq verilmir. Hər bir Azərbaycan vətəndaşının ölkənin sərvətində haqqı var. Neftində, qızılında, qazında, yeraltı, yerüstü sərvətdə haqqı var. Amma heç birinə bir quruş haqq görmür biz Azərbaycan xalqı olaraq. Bari bizim səhiyyəmizi heç olmasa bizə pulsuz eləsin. Eyni zamanda... Dilara xanım, mən sizdən söhbət gedir, amma bugün mən bir məlumat aldım. Deməli, Səhiyyə Nazirliyi, Azərbaycanın Səhiyyə Nazirliyi əsgərliyə gedən uşaqları komisiyadan keçirməyə 19 manat pul alır. Bəli, bəli. Komisiyaya keçirməyə pul alır. Mən onu deyəcəkdim ki, siz məndən qarşıladınız. Dövlət hesabına olmalı. Yəni, sən məni keçsin, sən mənim sağlamlığımı yoxluysan da, yoxla da, bax görmə. Amma ondan 19 manat pul alır hər uşaqdan. Buyurun. Baxter İmanov yazmışdı bunu, cəbhətçi Baxter İmanov. Onun o uşağını gediblər əskəriyə götürmək, komissiyada 19 manat pul istəyiblər komisiyaya keçirmək üçün. Bu nə deməkdir? Yəni bu qədər mi bu Azərbaycan dövləti acından öldü? Bu vəziyyətən düşdü ki, sən vətəni qorumağa, hərbi xidmətə gedəcək əskərdən sən pul alırsan ki, sən gəl mən müayinə eləyim, sən əskəri yaparım, torpağı qoru. Bu qədər olmaz yəni. Bu uşaqlar qansız ki, həmin uşaqlar 5 kuruş uşaq pulu almadan nə zülmlə, nə zillətlə böyüdülər. İlham Əliyev sənin evlatların kimi, sənin ətrafındakı çevrədəki məmurlar kimi dadılarla, yankalarla, lüks həyatla böyümüyor bu uşaqlar. Özlər şoförlərlə gedib gəlmirlər. Onlar əziyyətlə, ana bu günləri bir su sapı pişirib o uşağın qabağına qoyanda sabah düşüb ki, sabah bu uşağa nə yedirəcəm. Həmin uşaqlar bugün torpağı qoruyur. İndi həmin uşaqlar xəstədir, həmin uşaqlar şəhiddir, həmin uşaqlar qazidir. Yetər bunların haqqını yediniz. Bunlar üçün burnunuzdan gətirməyin vaxtıdır artıq. Bunu sizin burnunuzdan gətirməyimiz az qaldı. Biz bunu artıq buna dur deməliyik. Yetər Azərbaycan oğlanlarının, Azərbaycanın müxalifətini yox etmək, səsi kəsmək üçün türmələrə doldurmuşsan. Partiya sədrləri olsun, kimsini, Qubat bəy artıq 2 ili keçdi, ev məhbusudur. Müddətsiz, əli kəlini tutmuşsan, Tofiq bunu ictimai halları hamısını sən həbs eləmişsən. Sən nə vaxta qədər bunları həbsdə saxlayacaqsan? İndi də Azər Qasımlı xanımını da həbs eləmək istəyirlər. Bəli, indi Azər Qasımlı xanımını da ölkədən çıxmasına qədər qoysun. Bu nə deməkdir? Bu, yəni, gerçəkdən absurd, gülünç bir vəziyyətdir. Azərbaycanın bu vəziyyəti, bunun bir qarşıya çıxıb, buna bir dur deyən lazımdır.
Buna dur demək ki biz varıq, biz etməliyik bunu. Biz Azərbaycan xalqı eləməliyik. Başqa kimsə gəlib eləsi deyil. Biz Təşəkkür özümüzdən edirəm. hər zaman demişəm. Sağ olun. Biz özümüz bu ölkənin taleyini biz həll edəcəyik. Azərbaycan xalqı həll edəcək. Deyəcəyim bu qədər. Var Hamını olun, bağırma çox sağ olun. basıram. Arzulayıram hər birinizə. İnşallah Bakıda görüşərik. Mən İnşallah. İnşallah bu müalicəm qurtarsın, mən gəlirəm artıq İlham Əliyevin demişəm, yazdığım kimi, dediyim kimi ovqatına gəlib orada biraz duz, biber tükəcəm. Artıq başqa yol yoxdur. Bu onkologiyadakı dayısıdır, hər kimdir, özlərinin, öz itləridir. Yetər də bu xalqı bu qədər əzdilər, soydular, evin torpağını əlindən aldılar. Adamlar da öldü, getdi, borcun içində qoydu evlatlarını. Əgər sağalsa da deyərsin, yəni sağaltdı, sağalsındır da. Öldürür zaten.